Martın 11-də Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub. Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla aparıldığı qeyd olundu. Bir müddət əvvəl Azərbaycanda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslara toxunuldu və bu çərçivədə aparılmış müzakirələrin önəmi vurğulandı. Etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olundu. Avropa ölkəsindən qaz ixrac etməsi bunun tərkib hissəsi kimi qiymətləndirildi. Görüşdə həmçinin nəqliyyat, logistika və bağlantılar üzrə müzakirələr aparıldı. Bu məsələlərdə Azərbaycanın regionda mühüm rol oynadığı bildirildi. Orta dəhlizin tərkib hissəsi kimi TRIP layihəsinin önəmi vurğulandı. Bu layihənin davamı olan Naxçıvan dəmiryolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakına toxunuldu. Azərbaycanla Avropa İttifaqı arasında güzəştli tarif prinsipləri əsasında ticarət əlaqələrinin genişləndirilməsinin perspektivləri ətrafında müzakirələr aparıldı. Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunmuş nailiyyətlər xüsusi qeyd edildi. Avropa İttifaqının da sülh gündəliyinin irəli aparılmasına hər zaman töhfə verməyə hazır olduğu bildirildi. Söhbət əsnasında Azərbaycanla Avropa İttifaqı arasında rəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərinin yaradılması sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Görüşün sonunda Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa'nın birgə mətbuat bəyanatı qəbul edildi.